bizim bir müştərimiz var, onların vergi hesabatlığına aparıb, vergi xidməti gəlibdi, yoxlayıbdı, onlar heç nə tapa bilməyibdi. Amma belə boş-boşuna gedə bilmirlər də, bilmirəm niyə görə. Nəsə tapmalıdırlar. Onlar müqavilələrini oxuyurlar və müqavilədə belə bir punkt var. Onlar müştəriləri ilə müqavilələrdə əgər deyir gecikmə olsa, sizə penilər hesablanılacaqdır. Əgər siz ödənişimizi gecikdirsəz, penilər olacaqdır, faiz ödəyəcəklər. Belə baxanda hamıda var. Onlar deyirlər ki, siz gələk bunu müştərinizə verərdiniz. Bütün bu penyaları hesablayıblar, nə qədər biz onlara hipotetik olaraq borc yaratmış, onu bizim gəlirlərimizə salıblar, oradan vergi hesablayıblar. Deyirəm, bu standartdır da, hamı yazır ki, biraz qorxutsunlar da hamını da bir-birinə. Siz isə bunu götürüb istifadə edirsiniz ki, tanınmamış gəlir kimi əlavə edirsiniz mənim gəlirliyimə və orada məndən vergi tutursunuz da. Yəni ki, sizin vergi məcəlləriniz elə yazılıb, absurddur da öz-özlüyündə. Mən deyirəm,